درود به همه پرسپولیسیا. ترتریا چی زرزر میکردید؟ کجایید؟ سولاخموش چقدره؟ بیا گذاشتیم درتون ترتر. یه گوز گوز میکردید. با دیدید؟ چپوندیم بهتون 2 تا 10 نفره. حالا بخونید. یلیاتار تو فانیاتار سی چیپ تراکتور پرچمی یلیاتار تو. بخونید الان بخونید. مستقیم برید تبریز در تحویل ها رو وا کنید. یونجه ها رو میل کنید. Traktorla Perspolis'in oyununun nəticəsində və Perspolis'in tərəfdarlarının reaksiyası əhanətli və həqiqətən alçaqca davranışları heyrət verici idi. Bugün Tehranda, yəni o şəhrin ən azı yarı cəmiyyəti türk olaraq nə üçün stadionlarda traktora qarşı belə bir ağır, əhanət edici və saldırgan bir eyləm vardır. Hətta diqqət etdiyimizdə traktorun həvadarlarının qarşısında duranların dillərinin türk olması da diqqət çəkicidir. Traktor həvadarlarının türk şüarlarının için boşaldaraq və həman şüarları ilə türk dilində əhanət dolu traktor həvadarlarına və həqiqətən türk xalqına qarşı istifadə edirlər və dilə gətirirlər. Əlbəttə, bugünkü bu siyasət və meydanlarda gənclərin türklərə qarşı bu cür əhanətli reaksiyası keçən 100 ilin dövlət siyasətindən qaynaqlanan və onun çox gizlicə rejimin əmniyyəti gücləri tərəfindən orqanizə olması və yayılması və meydanlarda türklərə qarşı bu şüarların dilə gəlməsi istər-istəməz Tehran toplumunda türkləri daha çox münzəvi etmək, onları daha çox siyasi sahədə münfəil etmə qəsdi ilə futbol meydanlarında Perspolis'in həvadarları vasitəsilə Tehran şəhrində uygulamağa çalışırlar. Dostlarımızın bir deyir ki, onlar əgərsə bizə əhanət və töhmət və tohin edirsələrsə, bizim hərəkatımız güclənir deyə bizə xidmət edirlər. Amma biz dəqiqcə düşünməliyik ki, onların əhanət edici dilləri və alçaqca saldırıları bizim xalqın hansı bölümünü ayıdır, hansı bölümünü susturur. Və onları əgər dünənə qədər əhanət sayəsində türk olmalarına danırdılar, bugün həman kəsim meydani hücum sayəsində, yəni bu gənclərin meydanda saldırgan eyləmdə olmaları üçün yalnız əhanət deyil, bəlkə xalqımızın canına bir qorxu salmaq da hədəf tutulmaqdadır. Bir başqa tərəfdən o məsələnin tarixi boyutu, tarixi bodu 1325-ci ildə Tehrandan Azərbaycanın legal milli hökumətinə qarşı göndərdiyi faşist ordu idi ki, Azərbaycanın milli hökumətini bastırmağa gəlirdi və gəldi. Bu tarixi dərs bizim qulaqlarımıza sırğa olmalıdır və mərkəzdə Tehran, Kərəc və Qumda olan türk siyasi potansiyeli meydana çıxartma dərsinin işarətini bizə verir. Bizlər də milli hökumət devrində Tehranın Azərbaycana qarşı saldırgan siyasətindən yeni dərslər çıxartmamız gərəkir. Yeni dərs dediyimizdə bunu qəsd edirəm ki, İran rejimi köçmə ərəfəsinə qədər türklərin siyasi gücü yalnız Azərbaycan deyil, Tehran və Kərəcdə orqanizə olmaq lazımdır. Bir başqa tərəfdən və bir önəmli yönü də Azərbaycanda qurulan devləti
güvənlik altına almaq üçün Tehranda Türk xalqının organize olması, həm özündən öz şəhərində Tehran və Kərəzdə müdafiə etməsi və eyni halda mərkəzlə, yəni Tehran Kərəzlə Azərbaycan arasında ciddi bir bağın formalaşması və bu iki tərəf bir-birinə güc alıb güc verməsini çox ciddicə genişləndirmək lazımdır. Yəni bu deyişlə Türk xalqının siyasi və iqtisadi və mədəni gücü 3 aksında, 3 xəttdə bir-birindən kömək alıb kömək verməlidirlər. Birisi Azərbaycanda yerel dövlətin qurulması, iki güc mərkəzi Tehran və Kərəzdə türklərin cəmiyyət kalibrinə baxaraq hüquq qazanmaları və organize olmaları və üçüncü aksen və ya üçüncü kəsim isə Türk xalqına aid Türk kantonlarıdır. Qəşqaistanda, Xorasanda, Loristanda, İsfahanda bitişik formada yaşayan bölgələri öz kontrolü və öz idarəsi altına almalıdırlar deyə düşünməyimiz lazım və bu üç kəsimin çox diqqətli və organize formada bir-birinə kömək verib kömək almaq məcburiyyətindədirlər. Və bu vasitə ilə türklər İranın siyasi coğrafiyasında İran rejimi köçən ərəfədə bir-biri ilə sıx əlaqədə olmayıb, düzgün bir organize formaları olmasa, bugünkü Tehranda Persepolis traktoru oyununda çıxan ırqıcı şüarlar və saldırgan davranış Türk insanını bundan daha çox zəlalətə və fəlakətə salır. Elə buna görə də bugünkü Persepolis traktor oyununda Tehranda çıxan ırqıcı eyləmi ciddi almaq lazımdır. Ona düşünmək lazımdır. Gerçəkçi bir analizlə vəziyyəti dəyərləndirib Türklərin İran rejiminin köçmə aşamasına hazırlama və organize etmək lazımdır. Dəqiqcə desəm, hətta bu gündən deyə bilərəm ki, Tehranda və Kərəcdə Türk xalqının həqləri üçün savaşmağa hazırlığımız olmasa, 1325-ci ildə milli hökumətin başına gələn Azərbaycanda fəlakət yenə də təkrar oluna bilir. Bura gəlmişkən bir mühüm nöqtəyə işarə eləməyi faydalı görürəm. Və tamam aktivistlərimizə üzümü tutub bu sualı vermək istəyirəm ki, həqiqətən türklərin milli maarifləşməsi üçün Tehranda, Kərəcdə, Qumda və Türk kantonlarında, Qəşqaistandı, Xorasandı, İsfahandı, Loristandı və başqa şəhər və kəndlərdə yaşayan türkləri istiqlaliyyət məfkurəsi və ədəbiyyatı altında milli maarifləşdirmək olur, yoxsa federal düşüncə, yəni İran içində türk məsələsini çözək deyə o çərçivədə və o ədəbiyyatla türk insanını Tehranda, Kərəcdə, Qumda və İranın cənub bölgələrində olan türkləri milli maarifləşməyə və organize etməyə yaxınlaşmaq olar. Bu bir neçə cümlə ilə aktivistlərimizin diqqətini hangi ədəbiyyatla xalqımızı milli maarifləşməyə cəlb edə bilərik deyə diqqət çəkmək istədim. Amma məsələnin başqa yönü. Eyni halda Azərbaycanın batısında, qərbində, yəni qərbi Azərbaycanda Kürd siyasi gücün ilhaqçı kəsimi ilə ciddicə hərbi müdafiə hazırlığını aparmalıdır. Bu iki adın çəkdiyim cibhəni unudursaq, həm Azərbaycan və həm Türk xalqı ümumiyyətlə İranda böyük ziyanlar və sədmələrlə qarşı-qarşıya gələ bilir. Son cümləmdə Persepolis traktor oyunu və onun ərəfəsində gedən hadisələr İran dövlətinin gizli mərkəzlərində qurulan oyunların oyunudur. Türk xalqına qarşı bugünkü Persepolislə traktorunun oyunun kənarında baş verən hadisələri ciddi almırsaq və ondan adın çəkdiyim dərsləri çıxartmırsaq,
və o dərslər haqqında bir iş görmürsək, gələcək bizim olmaya bilir. Məni dinlədiyiniz üçün çox təşəkkür edirəm.